Salam dəyərli müdamlər, dəyərli müəllimlər. Bu videoda dərin bilik səviyyəsinə aid olan testlərin izahına baxacağıq. Qeyd edeyim ki, bu mövzu yeni əlavə olunan mövzulardan biridir. Burada həm testlərin izahına baxacağıq, eyni zamanda da bu mövzunu daha dərindən öyrənmiş olacağıq. Eyni zamanda da sual-cavab əsasında sualların cavabını tapmağa çalışacağıq. Testin izah videosuna baxa-baxa özünüz üçün müəyyən qeydlər götürsəz, elə bu dərsi öyrənmiş olacaqsınız. Həmçinin də öyrənən müdamlərimiz bir daha təkrarlamış olacaqlar. Gəlin suallara baxaq. Deməli, birinci sualda yazıb ki, uyğunluğu tapın. Ənənəyə sadiq qalaraq doğrudan doğru, yanlışdan yanlış axtaracağıq. Gəlin bir yerdə oxuyaq. Dərin bilik səviyyəsi çərçivəsi müəllimlərə tapşırıqların mövzu uyğunluğuna görə deyil, tələb etdiyi düşünmə dərinliyinə görə qiymətləndirməyə imkan verir. Dəyərli müdamlərimiz, ümumiyyətlə, dərin bilik səviyyəsinin məqsədi şagirdlərin düşünmə dərinliyinə enməsini şərait yaratmaqdır. Yəni, bu mövzunun əsas açar sözlərindən biri düşünmə dərinliyidir. Bu fikir birazdan yenə bizə lazım olacaq. Yəni, nə deyir? Düşünmə dərinliyi. Baxın, cümlə mənasını bir də baxaq. Deyir ki, müəllimlərə tapşırıqların mövzu uyğunluğuna görə deyil, tələb etdiyi düşünmə dərinliyinə görə qiymətləndirməyə imkan verir. Yəni, dərindən düşünməyə. Düşünmə dərinliyi sözü görsəz, doğru fikirdir. Bu doğrudur. Bir doğrudur, biri götürəcəksiniz. 2-yə baxırıq. Dərin bilik səviyyəsi modelinə görə şagirdlərin tənqidi düşünmə və problem həll etmə bacarıqları yalnız 4-cü səviyyədə tapşırıqları vasitəsilə həyata keçirilir. 4-cü səviyyəmiz hansı idi? Genişləndirilmiş düşünmə idi. Yəni ki, yalnız orada mümkündür tənqidi düşünmə və s. Niyə strateji düşünmədə də biz bunu eləyirik? Bu yalnız 4-də olduğu üçün bu yanlışdır. Ona görə 2-ni götürməyəcəksiniz. 3-ə baxırıq. Dərin bilik səviyyəsi çərçivəsi müəllimlər üçün idrak mürəkkəbliyini müzakirə etmək və planlaşdırmaq məqsədi ilə ortaq peşəkar dil formalaşdırılmasıdır deməkdir. Baxın, cümlədə yazıldı, idrak mürəkkəbliyini müzakirə etmək, planlaşdırmaq məqsədi ilə ortaq peşəkar dil formalaşdırır. Bəli, idrak mürəkkəbliyi, düşünmə dərinliyi deyirsə, bu doğrudur. Bayaq qeyd eləmişdik bunu. Bu doğrudur, amma götürmürsünüz. 4-cü fikrə də baxaq. Dərin bilik səviyyəsi əsas məqsədi bütün şagirdlər üçün eyni səviyyəli tapşırıqları hazırlamaq və tədrisi standartlaşdırmaqdır. Standart hamıya eyni və bütün şagirdlər eyni səviyyəli. Bu eyni səviyyəli düşünmə səviyyələri. Yəni ki, dərin bilik səviyyələri, birinci səviyyə xatırlama, bacarıq, anlayışlar, strateji düşünmə, genişləndirilmiş düşünmə, onlar nə işə yarayır? Biz onları niyə öyrənmişdik ki, əgər eyni səviyyəli tapşırıq hazırlayırıqsa? Bu yanlışdır. Həm də yazıb ki, standartlaşdırılmış tədris aparmaq lazımdır. Bu yanlışdır. Deməli, doğrudan doğru, yanlışdan yanlış götürəcəksiniz. Düzgün cavabımız oldu 1, 4, yəni ki, A variantı. Baxırıq ikinci suala. Tapşırığın dərin bilik səviyyəsi hansı meyara əsasən müəyyən edilir? Bunu dərs izah eləyəndə də demişdik ki, dərin bilik səviyyəsinin olması üçün məzmunun həcmi böyük olsun, dərindən düşünmə olur anlamına gəlmir və yaxud da bir tapşırığı yerinə yetirmək vaxt çox sərf eləyiriksə, bu dərindən düşündüyümüz anlamına gəlirmi? Təbii ki, gəlmir. Ola bilər bir cümləlik tapşırıq ola bilər, amma mən orada dərindən düşünə bilərəm. Baxın, A variantında yazıb ki, tapşırığın məzmununun həcminə və mövzunun çətinlik dərəcəsinə görə müəyyənləşdirilir, həcminə görə müəyyənləşdirilmir. Buna çıxdıq. B-yə baxırıq. Tapşırığın yerinə yetirilməsi üçün tələb olunan vaxtın uzunluğuna görə. Bunu da dərsdə demişdik ki, bu dəqiqə hətta ifadə elədik ki, vaxtın uzunluğu deyil. Bu da çıxdıq. Tapşırığı yerinə yetirərkən şagirdin icra etdiyi idraki əməliyyatların xarakter və dərinliyinə görə. Baxın, dəyərli müdavim, bayaq bu sözü qeyd elədik, bizim köməyimizə çatacaq. Baxın, düşünmə dərinliyi. Dərin bilik səviyyəsinin məqsədi şagirdlərin düşünmə dərinliyini təmin etməkdir. Deməli, düzgün cavabımız olduğu ilə C variantı. Digər variantlara da baxaq. Tapşırıqlarda istifadə olunan fənlərarası əlaqələrin sayına görə, fənlərarasının yəni nə mənası, nə əlaqəsi var bunun, bunu da çıxdıq. Tapşırığın şagird üçün nə dərəcədə maraqlı olma. Düzdür, deyə bilərsiniz ki, G variantı keçəndə tapşırığı şagirdlər üçün nə dərəcə maraqlı olmasına görə. Fikir olaraq düzdür, amma dərin bilik səviyyəsinə aid olan fikir soruşular axı bizə. Yəni, fikirlər ola bilər özlü-özlüyündə ayrı-ayrılıqda doğru fikirlərdir. Amma bizə nə lazımdır? Dərin bilik səviyyəsinə aid fikir, dərin bilik səviyyəsinin mənası, məqsədi nədir? Onu tapın deyirlər variantda. Düzgün cavabımız oldu C variantı.
Üçüncü suala baxırıq. Dərin bilik səviyyəsinə əsasən uzun müddətli tapşırıqların avtomatik olaraq genişləndirilmiş düşünmə hesab edilməməsinin əsas səbəbidir hansıdır? Bayaq qeyd elədik ki, əgər bir tapşırıq uzun müddətli tapşırıqlar avtomatik olaraq genişləndirilmiş düşünmə hesab edilməməsini, bəli, bayaq dedik ki, hesab edilmir. Əgər uzun müddət sərf edirsinizsə, həcmi genişdirsə, bu o demək deyil ki, bu genişləndirilmiş düşünməyə aiddir. Deyir ki, bəli, hesab edilmir. Səbəbi nədir? Sizcə niyə hesab eləmirik? Gəlin o variant axtaraq. Aya baxırıq. Uzun müddətli tapşırıqların əsasən summativ qiymətlərin və məqsədli istifadə olunması. Belə bir şeydən danışmamışıq, bunu çıxdıq. Tapşırığın icrasına sərf olunan zaman idrak mürəkkəbliyini etibarlı şəkildə əks etdirməməsi. Bəli, bunu bayaq dedik ki, baxın deyir zaman, yəni vaxtın uzunluğu idrak mürəkkəbliyini etibarlı şəkildə əks etdirməməsi. Ola bilər mən buna zaman çox sərf eləmişəm, amma idraki mürəkkəblik nə deməkdir? Yəni düşünmə dərinliyi. Bu arada bunlar sinonim sözlər kimi yadda saxlaya bilərsiniz. İdrak mürəkkəbliyi yəni düşünmə dərinliyini etibarlı olduğu anlamına gəlmirdir. Əgər siz bir tapşırığı yerinə yetirir ki, vaxt çox sərf eləyirsinizsə, bu o demək deyil ki, siz dərindən düşünürsünüz deyir. Bəli, düz deyir də. Bayaq bunun birinci sualdan elə bu fikri deyə gəlirik ki, bir tapşırığı bir də təkrarlayırıq. Bir tapşırığı çox vaxt sərf eləyirsinizsə, bu dərindən düşündüyüm anlamına gəlmir. B variantı da onu deyir. Bəli, şərtdə də yazılıb ki, genişləndirilmiş düşünmə hesab edilməməsinin səbəbi nədir? Səbəbi elə B variantıdır. Digər variantlarda gəlin baxaq. 4-cü səviyyə tapşırıqlarını yalnız layihə əsaslı öyrənmə modelinin tətbiq olunması bu səhvdir. Bizə baxın, sualın şərtinə uyğun lazım. Deyir ki, nəyə görə hesab edilmir? Nəyə görədir? Düşün variantda səbəb axtarın deyir. D-yə də baxaq. Dərin bilik səviyyəsi çərçivəsində tapşırıqların səviyyəsinin müəllimin əvvəlcədən müəyyən etdiyi məqsədlə əlaqələndirilməsi. Sualın şərtində başqa şey soruşurlar, D-də başqa şey yazılıb. Uzun müddətli tapşırıqları şagirdlərin motivasiyasına mənfi təsir göstərməz. Niyə mənfi təsir göstərir ki? Bu da yanlışdır. Deməli, düzgün cavabımız oldu B variantı. Səbəbini soruşurlar, səbəbi də oldu B variantı. Baxırıq 4-cü suala. Gəlin dəyərli müdavimlər, mən fikirləri oxuyuram. Bizə 4 səviyyə uyğunlaşdırmaq istəyirlər burada. Gəlin mən fikirləri oxuyum, siz uyğunlaşdırın ki, hansı fikir, hansı səviyyəyə aiddir. Gəlin başlayaq A-dan oxumağa. Şagirdlərdən verilmiş mətndən iqlim dəyişikliyinə səbəb olan amilləri tapmaq və qruplaşdırmaq tələb olunur. Hansı komponentdə demişdik ki, qruplaşdırmaq, ümumiləşdirmək, müqayisə etmək, onlar arasında əlaqəni görmək, hadisə niyə baş verdi, necə baş verdi və s. Hansı mərhələdə idi bu? Ümid edirəm ki, artıq özünüz tapdınız. Bəli, bacarıq və anlayış səviyyəsinə aiddir. Deməli, 2-yə götürəcəyik A-nı. Baxırıq B variantına. Seçilmiş regionda iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirini müəyyən etmək üçün plan hazırlayın. Nəticələri dəyərləndirib sözünü görən kimi dəyərli müdavimlərimiz deyib strateji düşünmə götürmür. Cümlənin ardı da var. Yəni bütöv oxumaq lazımdır cümləni. Nəticələri dəyərləndirib uyğun davamlı inkişaf modeli təklif edin. Model hazırlayın. Və demişdik ki, genişləndirilmiş düşünmədə real problemlər həll olunur, real problemləri həll etmək üçün yollar təklif edirlər, yeni bir model hazırlayırlar. Bu hansı birində idi? Bəli, bu genişləndirilmiş düşünməyə aiddir. Deməli, 4-ə B götürəcəksiniz. Baxırıq C variantına. Yer kürəsinin əsas iqlim qurşaqlarının adlarını yazın. Hansı iqlim qurşaqları var? Onların adlarını yazın, deyin. Bu hansı mərhələyə aiddir dəyərli müdavimlərimiz? Yaddaşa, hafizəyə əsaslanan məlumatlar, tərifi denən, faktı denən, neçənci ildə olub, harda olub və s. Sualların cavabı hamısı hardaydı? Xatırlama. Bəli, dəyərli müdavimlər. Xüsusiyyətləri daha çox vurğulayıram ki, cavabı özünüz tapmış olasınız. Daha sonra digər varianta baxaq. Verilmiş qrafikə əsaslanaraq su ehtiyatlarında baş verən dəyişikliyin səbəblərini və mümkün nəticələrini əsaslandırın. Fikirlərinizi əsaslandırın. Fərziyyələr irəli sürün, təhlil edin. Nəticələrinizi əsaslandırın, öz mövqeyinizi əsaslandırın və s. Bunlar hansı düşünməyə aiddir? Bəli, bu da strateji düşünməyə aiddir. Düzgün cavabımız oldu D variantı. C, A, B, D. Baxırıq 5-ci suala. Bu nümunələri oxumaq daha yaxşıdır ki, bu səviyyələr haqqında biraz da geniş məlumatlı olmuş oluruq. Baxırıq 5-ci suala. Yenə də eyni qaydana dəyərli müdavimlər, mən xüsusiyyətləri oxuyuram, nümunələri daha doğrusu siz tapırsınız ki, bu hansı səviyyəyə aiddir. Gəlin A-dan başlayaq oxumağa.
Şagirdlər müxtəlif elmi mənbələrdən istifadə edərək iqlim dəyişikliyinin kənd təsərrüfatı, sağlamlıq və miqrasiya sahələrinə təsirinə layihə çərçivəsində araşdırır, sintez olunmuş nəticələr təqdim olunur. Dəyərli müdavimlər, bunu dərs izahiyində demişdim, avtomatik bilirəm ki, cavabı artıq tapdınız. Real həyatı problemlər həll olunur, əldə olunan bilik, bacarıqlar hamısı birləşdirilir, sintez olunur. Birləşdirmək, sintez olunmaq harda demişdik? Bəli, genişləndirilmiş düşünmədə demişdik. Düz deyirsiniz. Deməli, 4-ə götürəcəksiniz A-nı. Hətta bunu, baxın, test izah videosundan qeyd kimi də götürə bilərsiniz. Dərs izahında da bunu vurğulamışdıq. Şagirdlər, B-yə baxırıq. Şagirdlər verilmiş qaydanı yeni, əvvəlcədən təqdim olunmayan situasiyalar tətbiq edir və seçdiyi üsulu əsaslandırırlar. Yəni, niyə bu üsuldan istifadə eləmişsiniz? Fikrinizi əsaslandırın. Əsaslandırmaq görsək, məlumatları təhlil edirlər. Daha sonra bunlar sadəcə tətbiq eləmirlər də, eyni zamanda onları yeni situasiyaya uyğunlaşdırırlar. Əsaslandırmaq, təhlil etmək, analiz etmək harda oldu dəyərli müdavimlərimiz? Ümid edirəm ki, cavabı artıq tapdınız. Bəli, bu strateji düşünməyə aiddir. 3-cü səviyyəmiz olan strateji düşünmədir. Daha sonra C variantına baxırıq. Şagirdlərdən istixana qazlarından ikisinin adını sadalamaq. Uşaqlar, istixana qazlarının adlarını deyin. Sayın, sadalayın. Hansı mərhələyə aiddir? Hansı səviyyəyə aiddir daha doğrusu? Bəli, xatırlanma, yaddaşa əsaslanmış suallardır. Bura götürəcəksiniz C-ni. Şagirdlər verilmiş qrafik əsasında temperatur artımının əsas tendensiyalarını izah edirlər. İzah edin. Daha sonra səbəb nəticəni tapın. Müqayisə edin, fərqləndirin, izah etmək hardaydı? Bəli, dəyərli müdavimlər, bacarıq və anlayışlar. Deməli, D-ni də götürəcəksiniz bura. 1C, 2D, 3B, 4də A. Deməli, uyğunlaşdırdıq. Ümid edirəm ki, bu sual tam aydın oldu sizlərə. Davam edirik. Hər elə bil ki, situasiyadan bir dənə nümunəni götürüb özünüz üçün qeyd etmək, sintez etməyi, yeni model hazırlamaq, yeni bir şey hazırlamaq bu genişləndirilmiş düşünməyə aiddir. Fikirləri əsaslandırmaq, təhlil etmək, analiz etmək görsəz, bu strateji düşünməyə aiddir. Müqayisə edirəm, məlumatları qruplaşdırıram, onlar arasında əlaqəni görürəm, mənasını deyirəm, ideyasını deyirəm, bu hansına aiddir? Bacarıq və anlayışlara aiddir. Daha sonra hazır məlumatları yadıma salıram, deyirəm, faktları deyirəm, terminləri, tərifləri, adları, düsturları deyiriksə, bu da hara aiddir? Bəli, bu da xatırlama səviyyəsinə aiddir. Ümid edirəm ki, tam aydın oldu. Davam edirik, 6-cı suala baxırıq. Dərin bilik səviyyələri çərçivəsinin əsas məqsədi aşağıdakılardan hansında daha dəqiq ifadə olunub? Dərin bilik səviyyəsinin mənası deyil, hansı variantda daha dəqiq ifadə olunub? Gəlin variantlara baxaq. Bununla bağlı 1-ci, 2-ci sualda artıq biraz danışmışdıq, sual cavab eləmişdik. İndi gəlin onu 6-cı sualda tətbiq edək. Baxaq A variantına. Tədris tapşırıqlarının məzmun həcminə görə, bunu bayaq dedik ki, həcmə görə, zamana görə deyil. A-na çıxdıq avtomatik. Görürsünüz, dəyərli müdavimlər, sürətli variant çıxmağın yolunda edirik artıq. B-yə baxırıq. Tapşırığı yerinə yetirmək üçün tələb olunan vaxtın uzunluğu. Vaxt dedik ki, həcmdir. Vaxtı bu dərindən düşündüyümüz anlamına gəlmir. Bunu da çıxdıq. Tapşırıqlar şagirdlər üçün nə dərəcədə çətin göründüyünü müəyyən edərək qiymətləndirməni standartlaşdırmaq. Bu da səhvdir. Yəni, uşaqlara müəyyənləşdirib qiymətləndirmək, standartlaşdırmaq, hər kəsə eyni səviyyə uyğun. Bunu bayaq dedik ki, səhvdir. Və yaxud 2-ci sualda da səhv eləmirəmsə, bu sual var idi. Daha sonra D variantına baxaq. Tapşırıqlar şagirdlərin yerinə yetirə biləcəkləri idraki düşünmə dərinliyi. Baxın, dəyərli müdavimlərimiz, 1-ci sual dedik ki, bu cümlə bizə lazım olacaq. Düşünmə dərinliyi. Baxın, bura qeyd eləmişik. Düşünmə dərinliyi. Bəli, bu doğru fikirdir elə. Dərin bilik səviyyəsi deyəndə düşünmənin dərinliyindən söhbət gedir burada. Elə düşünmə dərinliyi. Düzgün cavabımız oldu, elə D variantı. Y variantına baxaq. Təlim fəaliyyətləri yalnız nəticəyə əsaslanan summativ qiymətləndirmə məqsədlərinə uyğunlaşdırmaq. Yəni, belə bir fikirdən danışmamışıq bu mövzuda. Ona görə Y-də səhvdir. Bizə lazımdır ki, bəndlər bayaq dediyimiz kimi, dəyərli müdavimlərimiz, bənd özü-özlüyündə doğru ola bilər, fikir olaraq düz ola bilər. Amma bizə sualın şərtinə yazıb ki, dərin bilik səviyyəsinin əsas məqsədi, nə dəqiq məqsəd hansı, onu tapın deyir. O da D variantındadır. Baxırıq 7-ci suala. Aşağıdakı tapşırıqlardan hansında dərin bilik səviyyəsinə görə şagirdlərdə strateji düşünmə tələb olunur? Dəyərli müdavimlər, strateji düşünmə neçənci səviyyə idi? Strateji, bəli, 3-cü səviyyə. Bizə deyir ki, düşün variantlardan 3-cü səviyyə aid olan fikir axtarın. Gəlin axtaraq. Mən oxuyuram bəndləri, dəyərli müdavimlər. Siz tapırsınız ki, hansı səviyyə aiddir? Biri oxuyaq. Bir deyəni tapısı A variantını oxuyaq. Verilmiş anlayışı oxu və onun əsas xüsusiyyətləri sadala. Anlayışı oxu, xüsusiyyətlərini de, say, sadala.
terminidir, düsturudur, hansı mərhələdir? Bu birinci xatırlamadır. Bu birinci səviyyədir. Bizə bir lazım deyil. Sadəcə bəndləri oxuyuram ki, birbaşa variantı oxumayaq da, bəndləri oxuyaq, hansı bəndin hansı səviyyəyə aid olduğunu bilmiş olaq. B variantına baxırıq. Verilmiş iki anlayışı müqayisə et, oxşar fərqli cəhətləri cədvəl şəklində göstər. Fərqləndir, bunu bayaq qeyd elədik, təkrarladıq həmçinin. Fərqləndir, müqayisə ilə, öz sözlərindən izah elə, bu hansı səviyyədir? Bu ikinci səviyyədir, anlayış və bacarıq səviyyəsinə aiddir. C variantına baxırıq. Verilmiş problem üzrə fərqli yanaşmaları qiymətləndirir, məqsədə uyğun variantları seçib, səbəblərini əsaslandırır, qiymətləndir, əsaslandır. Hətta demişdim ki, ən rahat tapmaq yollarından biri, həmişə 100% bu sözü görən kimi gedib götürmürük. Təbii ki, cümlənin ardında oxumaq lazımdır. Cümlə burada qurtarır onsuz da. Fikirləri əsaslandırmaq, qiymətləndirmək, təhlil etmək, analiz etmək varsa, bu nəyə aiddir? Bu strateji düşünməyə aiddir. Bizdən də elə strateji soruşurlar, o da C variantına aiddir. D variantına baxırıq. Müxtəlif mənbələrdən əldə edilən məlumatları birləşdirmək, sintez etmək, həll modeli hazırlamaq hardaydı? Sintez etmək, birləşdirmək, model hazırlamaq, bəli, bu genişləndirilmiş düşünmək, yəni 4-cü səviyyə aiddir. Daha sonra Y variantına da baxırıq. Verilmiş məlumatları qruplaşdırır. Hər qrup üçün uyğun başlıq seç və bu qruplaşdırma hansı meyara əsasən qısa şəkildə izah et. Öz fikirlərini izah edirsə və s. Bu, yəni anlamaq, dərk etmək, anlayış səviyyəsinə uyğundur. Bu da deyil. Deməli, düzgün cavabımız oldu C variantı. Digər bəndlərdə təhlil elədik ki, əgər aranızda hansısa bir müdamidə fikir olaraq qaranlıq qalıbsa, bütün bəndləri ona görə izah elədik. Baxırıq 8-ci suala. Dərin bilik səviyyəsi modelində tapşırığın çətinliyi ilə, baxın, dəyərli müdamilər, bayaqki suallarda olan nümunə idi. Tapşırığın çətinliyi ilə idrak mürəkkəbliyi. İdrak mürəkkəbliyi nə idi? Bayaq dedik də, yəni düşünmə dərinliyi. İdrak mürəkkəbliyi düşünmənin dərinliyi deməkdir. Bayaqki fikir idi bu. Anlayışlarını eyniləşdirilməməsinin əsas səbəbi nədir deyir? Tapşırıq ola bilər, çətindir. Bu demək deyil ki, mən dərindən düşündüm, düşünmə dərinliyi. Deyir ki, tapşırığın çətinliyi ilə idraki mürəkkəblə anlayışı eyniləşdirilməməsinin səbəbi hansıdır deyir. Bunu bayaqdan dəfələrlə ifadə elədik. Gəlin variantlara baxaq. Çətin tapşırıq adətən daha çox vaxt sərf. Bayaq dedik ki, dəyərli müdamilər, daha çox vaxt sərf olunur. Həcm böyükdür. Bu düşünmənin dərindən düşündüyüm anlamına gəlirmi sizcə? Bayaq dedik ki, bəli, xeyr, gəlmir. Ona görə A-nı avtomatik çıxırsınız. B-yə baxırıq. Tapşırığın çətinliyi əsasən texniki bacarıqlar səviyyəsi ilə idraki mürəkkəbliyi ilə düşünmə əməliyyatların dərinliyi. Bəli, baxın, bayaq dedik, düşünmə dərinliyi. Düşünmə dərinliyidir. Elə doğru cavabımız oldu B variantıdır. Digər variantları da təhlil edək. İdrak mürəkkəbliyi yalnız yüksək akademik səviyyəli şagirdlər üçün nəzərdə tutulub. Bəs o bir şagirdlər harda qaldı? Ancaq savadlı uşaqlar üçün nəzərdə tutulub. Təbii ki, bu səhvdir. Tapşırıqların çətinlik səviyyəsi kurikulumda əvvəlcədən aydın şəkildə müəyyən edilir. Bu düşünmə dərinliyindən söhbət edir ki, bunun eyniləşdirilməməsidir. Səbəbi nədir? D variantının səbəbi aidiyyəti olmadı. Y variantına baxaq. Çətin tapşırıqlar əsasən summativ qiymətləndirmə məqsədi ilə hazırlanır. Yəni bu summativ qiymətləndirmə düşünmə dərinliyi aidiyyəti var ki. Ona görə Y-də çıxırıq. Düzgün cavabımız oldu B variantı. Baxırıq 9-cu suala. Dərin bilik səviyyəsi modelinin strateji düşünmə. Strateji neçənci səviyyədir dəyərli müdamlərimiz? Bəli, strateji 3-cü səviyyədir. Strateji düşünmə şagirddə əsasən hansı bacarıqlar inkişaf elətdirir? Yəni uzun sözün qısası deyirlər ki, düşün variantlardan 3-cü səviyyə, yəni strateji düşünməyə olan fikirləri tapın. Gəlin bir yerdə axtaraq. Şagird faktları xatırlayır, tərifləri deyir, öyrəndiyi məlumatlar dəyişmədən təkrar edir. Neçənci səviyyədir bu? Bunu siz deyin. Bəli, bu birinci xatırlama səviyyəsidir. A-nı çıxdıq. Bizə 3 lazımdır. Şagird verilmiş qaydanı birbaşa təqdim edir. Nümunəyə baxaraq oxşar tapşırıq eyni üsullarla həll edir. Həll edir, hesablayır və s. Hansı mərhələdə anlamalıdır bir növ. Bu anlayış və bacarığa aiddir. Bildiklərini bir növ bacarığa çevirir. C variantına baxırıq. Şagird müəllimin göstərdiyi ardıcıllığı izləyərək çox mərhələli tapşırığı mexaniki şəkildə yerinə yetirir. Yəni tapşırıqları yerinə yetirir. Bacarığa çevirir bunda. Bunu da çıxdıq. Bizə nə lazımdır? Bizə 3-cü səviyyə lazımdır. Şagird müxtəlif mənbələrdən əldə etdiyi məlumatları müqayisə edir. Əsaslandırılmış nəticə çıxardır, strategiya seçir və seçimini izah edir. Baxın, şərtdə yazılıbdır, onsuz da strategiya seçir.
əldə etdiyi məlumatları əsaslandırır. Əsaslandırmaq, strategiya seçmək hansı mərhələyə aiddir? Bəli, bu elə strateji düşünməyə aiddir. Bizə də strateji lazımdır. O da D variantındadır. Baxın dəyərlimdə müqayisə edir görən kimi gedib 2-ni götürmürük. Çünki ikinci, üçüncü səviyyənin içində 2 də var. Onsuz 1 də var, 2 də var. Müqayisə edir, əsaslandırır, strategiyasını seçir. Artıq 2-ni keçmişsiniz. 2-ni keçəndə nə gəlir? 3 gəlir. 3 də elə strateji uyğunlaşmadır. Strateji düşünmə daha doğrusu. Düzgün cavab oldu D variantı. Y variantına baxaq. Şagird əsas anlayışlar sadalayır, terminləri uyğunlaşdırır. Terminlər demək, düsturu demək, yaddaşa əsaslanmış məlumatlar demək, bu da xatırlamaya uyğundur. Demək, düzgün cavabımız oldu D variantı. Baxırıq 10-cu sualı. Uyğunluğu tapaq. Doğrudan doğru, yanlışdan yanlış. Gəlin bir yerdə oxuyaq. Dərin bilik səviyyəsi şagirdin biliklərini yalnız xatırlaması deyil, onları təhlil etməsini, əlaqələndirməsini, əsaslandırmasını, qərar verməsini və mürəkkəb problemlərə strateji yanaşmasını tələb edir. Bir növ dərin bilik səviyyəsinin bütün səviyyələrini yazıb da burada deyir. Xatırlamaq da lazımdır, əlaqələndirmək də lazımdır, o da lazımdır. Yəni 4 dənə səviyyəsi də lazımdır deyir. Bəli, burada hər şey qaydasındadır. Bu doğrudur. Biri götürəcəyik. 2-yə baxırıq. Dərin bilik səviyyəsi şagirdin biliyi mərhələli şəkildə mənimsəməsini nəzərdə tutur və bu səviyyədə əsas məqsəd öyrədilmiş qaydaların ardıcıl tətbiqi ilə düzgün nəticəyə çatması deməkdir. Dərin bilik səviyyəsinin əsas məqsədi nədir? Düşünmənin dərinliyinə enmək, yəni düşünmə dərinliyidir. Amma burada yazıb ki, bu düşünmə, yəni dərin bilik səviyyəsinin, cümlənin baxın ortasına baxaq. Dərin bilik səviyyəsinin əsas məqsədi, baxın, əsas məqsədi öyrənilmiş qaydaların ardıcıl tətbiqi və düzgün nəticəyə çatmaqdır. Yəni ki, hansı qaydaları öyrətmişəm, onu ardıcıl şəkildə tətbiq etməkdir. Dərin bilik səviyyəsinin məqsədidir. Xeyr, dərin bilik səviyyəsinin məqsədi məlumatları dərindən öyrənməsini təmin etməkdir. Ona görə 2 səhvdir. İkini götürmürsünüz. 3-ə baxırıq. Dərin bilik səviyyəsi şagirdin təqdim olunan tapşırıqları mövcud qayda və nümunələrə uyğun şəkildə yerinə yetirməsini əsas götürür. Baxın, əsas götürür. Yəni tapşırıqları bilir, qaydanı bilir, qaydaya uyğun olaraq həll edirsə, əsas məqsəd budur deyir. Və bu yanaşmada düzgün cavabı əldə olunması düşünmə prosesindən daha üstün tutur. Yəni düşünməsən də olar da, əsas ki, cavabı düz tap deyir. Düşünmə dərinliyinin mənası buydumu? Sizcə xeyr. Bu səhvdir. Əsas cavabı tapmaqdır. Düşünmə prosesindən daha üstündür deyir. Əldə olunan cavabı düz tap deyir. Düşünmə prosesi o qədər də önəmli deyil. Düşünmə prosesi ikinci planda qalır. Bu səhvdir. Elə bu dərsin mənası odur ki, düşünmə dərinliyini bilmək, yəni uşaqların dərindən düşünməsini təmin etməkdir. 3 yanlış 3-ü götürəcəksiniz. Doğrudan doğru, yanlışdan yanlış. Yəni 4-cü bəndə oxuyaq. Dərin bilik səviyyəsi təlimdə şagirdin fərqli məlumat mənbələrini inteqrasiya etməsini, alternativ həll yollarını qiymətləndirməsini və seçdiyi yanaşmanın məntiqi arqumentlərlə əsaslandırmasını ön plana çəkir. Bir növ dərin bilik səviyyəsinin xatırlama, bacarıq və anlayış, strateji düşünmə, genişləndirilmiş düşünmədə hərəsindən biraz xüsusiyyətlər yazıb. Deyir ki, əsas məqsədi budur, düz deyir. Elə 4 dənə səviyyəsi var, 4 səviyyəsinə uyğun xüsusiyyətlər yazıblar bura. Bu doğru fikirdir, amma götürmürsünüz. Deməli, düzgün cavabımız oldu 1 və 3. Düzgün cavabımız oldu A variantı. Ümid edirəm ki, bu testin izahı sizlər üçün həm öyrədici oldu, eyni zamanda da faydalı oldu ki, bu öyrəndiyimiz məlumatlar inşallah ki, imtahana qədər də yadımızdan çıxmayacaq. Dinlədiyiniz üçün də təşəkkür edirəm.